Səyahət. Başlanğıcda heç bir şey mövcud olmayanda Allah var idi. Bir gün o dedi: Qoy işıq olsun. İlk dəfə qaranlıqda dan yeri söküldü. Bu həyatın, yaradılışın, gözəlliyin, möhtəşəmliyin başlanğıcı oldu. Bunlar yaradan Allahın böyüklüyünü bəyan edib onu izzətləndirirdi. Qoy göylər yaransın. İkinci gün üfüq göründü. Qoy sular bir yerə yığılsın. Dəniz olsun. Qoy yeryüzü görünsün. Üçüncü gün bitkilər, ağaclar, otlar, hər cür meyvələr yarandı. Qoy işıq olsun. Günəş, ay və ulduzlar yarandı. Dördüncü gün Qoy göylərin altında sular bir yerə toplansın. Göy qübbəsi olsun. Quru torpaq yaransın. sularda balıqlar, göydə quşlar, hər cür heyvanlar, sürünən canlılar yaranıb çoxalsın. Öz surətimizə görə insanları yaradaq. Onları kişi və qadın olaraq yaradaq. 5-ci və 6-cı günlər Allah insana özünün yaratdıqlarına hökmranlıq etməyi tapşırdı. Allah hər şeyi öz sözü ilə yaratdı. Hər şey çox yaxşıdır. Milyonlarla planetləri, həşəratları, quşları, balıqları, hər cür bitkiləri, bütün heyvanları. Allah hər şeyi mükəmməl yaratdı. Ən kiçik xırdalıqlar belə ahənglə tamamlanmışdı. Hər şey idarə olunurdu. Heç bir ağrı, qorxu və kədər yox idi. Günah və ölüm yox idi. Hər şey olduqca yaxşı idi. Bəs sonra nə baş verdi? Mükəmməllik. Mükəmməllik necə oldu? Ətrafımızda hardasa mükəmməllik varmı? Ətrafımızda yoxsulluq, aclıq, ədalətsizlik, istismar, daşqınlar, zəlzələlər, vulkanlar var. İnsanlar bir-biri ilə döyüşürlər. Müharibələr baş verir. Nəyin uğrunda? Torpaq, pul, din və ya təriqət fərqi, dəri rəngindəki fərq. Qardaş qardaşı öldürür. Qız anadan oğurluyur. Ata zina edir. Eşitdiyimiz və gördüyümüz xəbərlər belə deyilmi? Həyatda bu gözəl yaradılışdan həzz almaq əvəzinə ölüm bizi hər yerdə əhatə edir. Qaranlıq işığa qalib gəlir. Hardasan ya Rəbb? Sən xeyirxah deyilsənmi? Yaratdığın hər şey yaxşı deyilmi? Biz bu dünyanı nə hala saldıq? Həyat niyə belə oldu? Allah dedi, öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Qoy o dənizdəki canlılara, göydəki quşlara, yerdəki heyvanlara, bütün yer üzünə və yerdə sürünən canlıların hamısına hökmranlıq eləsin. Allah insanı öz surətində yaratdı. Onları kişi və qadın olaraq yaratdı. Allah onlara xeyir dua verərək dedi: törüyüb çoxalın və yer üzünü bürüyüb ona sahib olun. Rəbb Allah torpaqdan insanı yaratdı. Ona həyat nəfəsi üfürdü və insan canlı varlıq oldu. Təsəvvür edin, yaradan Allah cənnətdəki yerin torpağından götürdü və insanı öz əlləri ilə yaratmağa başladı. Bundan başqa, Allah öz ruhunu ona üfürdü. Və insan canlı varlıq oldu. Allah hər şeyi öz sözü ilə yaratdı. Adəmi yaradanda isə onu öz əlləri ilə yaratdı. Buna görə də biz yaradılışın qalan hissəsindən fərqliyik. Aydındır ki, Allah insanlarla yaxın münasibətdə olmaq istəyirdi. Biz sanki onun yaratdıqlarının tacı olduq. Allah işlərini tamamlayanda gördü ki, yaratdığı hər şey çox yaxşıdır
və hər şeyin çox yaxşı olduğunu bəyan etdi. Rəbb Allah dedi, İnsanın tək olması yaxşı deyil, mən ona uyğun köməkçi yaradacam. İnsanın tək olması yaxşı deyil. İnsanın tək olması niyə yaxşı deyil? Beləliklə, Rəbb Allah insana dərin yuxu göndərdi. O, Adəmin qabırğasından birini götürdü və ondan qadını yaratdı. Onu Adəmin yanına gətirdi. Adəm dedi, Bu mənim sümüyümdən və ətimdən yaranıb. Buna görə də kişi öz ata-anasını tərk eləyib arvadına qovuşacaq və onlar bir bədən olacaq. Adəm və arvadı ikisi də çılpaq idi, ancaq bundan utanmırdılar. Əslində mən Allah və insanlarla ünsiyyət etmək üçün yaradılmışam. Mən bu dünyada böyük bir ailənin üzvüyəm. Mənə dostlar lazımdır. Bu dünyada tənha yaşamaq pisdir. Belə bir deyim var, insanları olmayan cənnətə getməyə dəyməz. Və Allah bunu yaxşı bildiyinə görə də bizi cəmiyyətdə yerləşdirdi. Allah bizi tənha yaratmadı. Ehtiyaclarımızı bilərək bu münasibətləri yaratdı. Allahla yaxın və sevgi münasibətdə olmağım mənim üçün təbii haldır. Allah məni şəxsən yaratdı. Mən Allah üçün dəyərliyəm. Çünki Allah bizi öz surətində və bənzərində yaratdı. Bütün dünya Allaha məxsusdur. Adəmlə Həvvanın olduğu Eden bağı da Allaha məxsusdur. Onlar Allahın evində yaşayırdılar. Allah onlara hər şey bəxş eləmişdi. Yemək, dost, gözəllik, rahatlıq. Allah onlara hər şey vermişdi. Onlar heç nəyə ehtiyac duymurdular. Onlar daim Allahla ünsiyyət qurmalı və onun huzurunda yaşamalıydılar. Müqəddəs kitab deyir ki, Adəm və Həvva cənnət bağında olanda Allahın səsini eşidirdilər. Yəni onlar Allahın dostları idiler. Allah onlara etibar edirdi, onlara etibarı tam idi. Tez-tez onlara baş çəkirdi və onları əbədi bir məhəbbətlə sevirdi. Allahın heç nəyə ehtiyacı yox idi. O bunu eləməyə heç məcbur da değildi. Allah yaratdığının yanında olmaqdan zövq alırdı. O bizim bütün ehtiyaclarımızı qarşılamaqla bizə bəslədiyi sevgini göstərmək üçün bizə hər şey bəxş eləmişdi. Bir sözlə Allah Adəmlə Həvvaya cənnət bağına qulluq eləmək şərəfini bəxş eləmişdi. Allah onlara bu məsuliyyət verəndə onları etibar eləmişdi. Əvəzində Allah yaratdığı insanlardan bircə şey istədi. Onlar ona yaxın olsunlar və onu sevsinlər. Ona borc kimi deyil, könüllü yaxınlaşsınlar. Onu səmimi qəlbdən, onları sevdiyi kimi sevsinlər. Allah bu bol həyatdan hər gün zövq almağımızı istəyir. O bizə bəxş elədiyi bu kainatdan zövq alıb könül rahatlığı ilə yaşamağımızı istəyir. Bir anlıq dayanın. Mən bunu başa düşmürəm. Allaha yaxın olmaqdan, onunla ünsiyyət etməkdən danışırıq. Bütün bunlar keçmişdə idi və ya hər şey başqa cür olmalıydı. Lakin gəlin xəyaldan deyil, reallıqdan danışaq. Bugün biz bu vəziyyətdən çox uzağıq. Əvvəla, biz cənnət bağında yaşamırıq. İkincisi, mən təsvir etdiyiniz dünyada yaşamıram və onu görə bilmirəm. Aydındır ki, Allahla münasibətlər korlanıb. Hər şey sizin təsvir etdiyiniz kimi deyil. Bəs nə baş verdi ki, hər şey bu qədər dəyişdi? Rəbbimiz Allah insana əmr eləyib dedi. Bağdakı bütün ağacların bəhrəsindən istəyəndə yeyə bilərsən. Ancaq xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə. Çünki ondan yeyən gün hökmən öləcəksən. . 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
Mənə həmişə maraqlı olub. Bu necə ağac olub ki? Allah bizi sınamaq üçünmü o ağacı orada yerləşdirdi? Niyə Allah Adəmlə Həvvaya belə seçim etməyi imkanı verdi? Həyatda istədiyimizi etməyə azadlığımız və imkanımız varmı? Hər şey Allahın iradəsi ilə deyilmi? Bütün həyatınızı taleyiniz müəyyən etmirmi? Biz sadəcə onun şahmat fiqurları deyilikmi? Allah istədiyi kimi bizi hərəkət etdirmirmi? Biz onun əmr elədiyi şeyi eləməliyik. İstəsək də, istəməsək də. Seçim imkanımız yoxdur. Bütün seçimləri Allah eləmir. Bizlər seçirik. O sadəcə bizə kömək eləyir. Allah bizə imkan verir ki, həyatımızı əvvəlcədən müəyyən eləyək. Allah bizə yaxşı və pis olmağı seçmə imkanı verir. Hər şeyi Allah təyin eləyir. Biz heç nəyi dəyişə bilmərik. Sözsüz ki, Yaradan bizi azad yaradıb. Seçim eləməkdə sərbəstlik verib. İmkanlar var, lakin həyatımız əvvəlcədən müəyyən edilib. Taleyimiz yazılıb, azad iradəmiz yoxdur. Bizim azad iradəmiz var. Və bəzən o bizə bu işdə kömək edir. Allah bizi tək qoymur. Əgər şərin tərəfində olsaq, Allah yolumuzu çətinləşdirər. Xeyirxahlığın tərəfində olsaq, Allah bizə yaxşılıq eləyər. Allahın istədiyi işlər həmişə yerinə yetir. Məsələn, yolu keçəndə maşın məni vurur. Ya da evdə olanda qaz partlayışı baş verir. Yox, Allah seçim imkanı verir. Xeyir Allahdan, şər isə bizim özümüzdən gəlir. Allah bizi öz bənzərində və öz surətində yaradıb. Bizi proqramlı robot yaxud bir oyuncaq kimi yaratmayıb. Allah bizə sərbəst iradə və seçim imkanı verib. O bizə vicdan və dərrakə bəxş eləyib, xeyirlə şəri ayırd eləmək bacarığı verib. Allah istəyir ki, biz ona oxşuyaq. Daim yaxşılığı seçib pisliyi rədd eləyək. Şərdən uzaq olaq. Adəm və Həvva Yaradanın lütfü ilə əhatə olunmuşdu. Allah onlara gözəl bir fürsət vermişdi. Fürsət vermişdi ki, Allahın kəlamına etibar eləsinlər, onun sözünə qulaq assınlar. Lakin təəssüf ki, onlar Allaha yox, ilanın yalanlarına inandılar və istədiklərini elədilər. Bu isə ölümlə nəticələndi. İndi sual yaranır. Allah onlara elədiyi etibarı doğrulda bildilər? Onun səsinə qulaq asıb onun ardınca getdilər, yoxsa onun məhəbbətinə məhəl qoymayıb öz istədiklərini elədilər? Doğrudanmı Allah sizə bağda olan heç bir ağacın bəhrəsindən yeməyin deyib? Bağdakı ağacların bəhrələrindən yeyə bilərik. Amma bağın ortasındakı ağacın meyvələri barədə Allah deyib. Ondan yeməyin və ona toxunmayın, yoxsa öləcəksiniz. Yox, əsla ölməzsiniz. Əksinə, Allah bilir ki, o meyvələrdən yediyiniz gün gözləriniz açılacaq və xeyirlə şər bilərək Allah kimi olacaqsınız. O vaxt ikisinin də gözləri açıldı və çılpaq olduqlarını bildilər. Buna görə də əncir yarpaqlarını bir-birinə hörüb özlərinə fitə düzəltdilər. Onlar günün sərinliyində bağda gəzişən Rəbb Allahın səsini eşitdilər. Adəm və onun arvadı Rəbb Allahın huzurundan qaçıb bağdakı ağacların arasında gizləndilər. Rəbb Allah Adəmi səsləyib dedi: Hardasan? Adəm, hardasan? Bağda səsini eşitdim və çılpaq olduğum üçün qorxdum. Ona görə də gizlənmişəm. Kim sənə bildirdi ki, çılpaqsan? Sənə yeməyi qadağan elədiyim ağacın meyvəsindən yeməmsən ki, Adəm? Mənə bəxş etdiyin qadın o ağacın meyvəsindən verdi. Mən də yedim. Sən niyə belə elədin, Həvva? İlan məni yoldan çıxartdı. Mən də yedim.
Allahın etibar etdiyi, məsuliyyət verdiyi, demək olar ki, evinə qəbul etdiyi insanlar, yaxın ünsiyyətdə olduğu yeganə məxluqlar Allahın qadağa qoyduğu işi etdilər. Bu necə oldu? Onlar Allahın tapşırığına əməl etmədilər. O vaxt ikisinin də gözləri açıldı və çılpaq olduqlarını bildilər. İlk dəfə heç bir səbəb olmadan qorxu hiss etdilər, Allahın üzünə baxa bilmədilər. Lakin Allahdan üzr və mərhəmət diləmək əvəzinə bir-birini ittiham etməyə başladılar. Allah onların sadiq olmağını gözləyirdi. Yaxşılığın əvəzinə belə etmək olarmı? Kimsə bizə qarşı xəyanət edəndə hansı his keçirdiyimizi hamımız bilirik. Allahın da nə qədər üzüldüyünü təsəvvür edin. Bu barədə fikirləşəndə, əslində kimsə hər dəfə Allahın sözünə itaətsizlik edəndə özünə xəcalət gətirir. Hər birimiz bunu başa düşürük. Əslində hər birimiz səmimi olsaq etiraf edə bilərik ki, Allaha itaətsizlik etmişik. Oğlum bir səhv iş görəndə məndən qaçıb gizlənir. Mən ona yaxınlaşanda gözlərimin içinə baxa bilmir. Gözlərində xəcalət olur. Adəm və Həvva da əncir yarpaqları ilə özlərini örtəndə, Allahdan gizlənəndə xəcalət hiss etmədilərmi? Çox vaxt Allaha xoş olmayan bir iş gördükdə qaçıb gizlənirik. Biz bu barədə danışmırıq. Amma heç nə olmamış kimi davranırıq. Nə qədər vicdan əzabı çəkmək olar? Bəs bu nə vaxta qədər davam edir? Biz dua edib oruç tuta bilərik. Lakin bu vəziyyəti düzəldirmi? Allahı razı salırmı? Bütün bunları etsək də, Allahdan gizlənməyə davam edəcəyik. Allah Adəm və Həvvanı gördüyü kimi, beləliklə bizi də görür və hər şeyi bilir. Sizə bir sual verim. Adəmin günahı nə üçün bizə təsir edir? Günah edən o deyildimi? Niyə biz də təqsirkar sayılırıq? Çünki Adəm bütün bəşəriyyəti təmsil eləyir. Axı biz niyə bu sualı başqa cür vermirik? Əgər mən ya da başqa birisi Adəmin yerində olsaydıq, nə edərdik? Biz nə edə bilərdik? Biz Allaha itaət eləyərdik, yoxsa itaətsizdik? Məyər biz həmin an Adəm kimi eləməzdik? Günah Adəmdən bizə keçdi. Virus kimi və ya genlər vasitəsilə bizə keçdi. Nəsildən nəslə ötürüldü. Biz günahdan azad ola bilmirik. Özümüzü təmizləyə bilmirik. Müqəddəs kitabda deyilir ki, mən doğulandan bəri günahkaram, hətta ana bətnindən təqsirkaram. Körpəlikdən uşaq səhv eləməyə başlayır. Bunu ona heç kim öyrətmir. O yalan danışır, sözə baxmır. Amma belə eləməyi böyüklərdən kimsə ona öyrətmir. Heç kim övladına günah eləməyi öyrətmir. Yəni, hər bir insan Adəmdən günahı miras alır. Yaxşı, bəs niyə Allah Adəmin itaətsizliyinə bu qədər sərt münasibət göstərdi? Bu xırda məsələ deyildi. Günah və ölüm başladı. Səndən soruşuram, nə vaxtsa öləcəksən? Əlbəttə, nə vaxtsa mən də öləcəm. Yaxşı, Adəm cənnətdə günah eləyəndə onunla birlikdə idin? Yox, yox. Yəni, biz Adəmlə cənnətdə deyildik. Biz günah eləmədik. Adəm günah elədi. Bəs biz niyə ölürük? Çünki günahın cəzası Adəmdən bizə keçmişdir. Məsələn, yer üzündəki padşaha qarşı neçə dəfə cinayət törədə bilərsiniz? Bilirsiniz, sadəcə, hətta bir dəfə belə cinayət eləsəz, onun cəzası ölümdür. Allah da Adəmi əvvəlcədən xəbərdar eləmişdi. Əgər o meyvədən yesən, mütləq öləcəksən. Çünki günahın, bir günahın belə əvəzi ölümdür. Ölüm həm Allahdan ayrılıq deməkdir, yəni mənəvi ölüm, həm də fiziki ölüm, yəni ölüm dünyaya gəldi. Beləliklə, Adəmin günahının nəticələri nə ola bilər? Məncə, əgər biz ətrafa baxsaq, bir çox nəticələri görərik. Birincisi ağrı, xəstəlik, müharibələr, ölüm, aclıq və hər cür əzab əziyyət. Bütün bunlar günahın nəticəsidir. Məsələn, Adəmlə Həvvanın münasibətini götürək. Onlar bir-birini günahlandırdılar. İnsanlar
arasında münasibətlər körrandı, fikir ayrılığı, problemlər və müharibələr başladı. Ən əsası isə Allahla insanların münasibətlərinə baxanda bəşəriyyətin Allahdan uzaqlaşdığını görürük. Münasibət körrandı, insan xudbin oldu. Yalnız özünü düşünür, yaradanı deyil, özünü razı salmağa çalışır. Bura haradır? Biz burada nə edirik? Bu əmimin villasıdır. Bu yer haqqında nə düşünürsən? Əla, gözəl, rahat evdir. Yer gəlmişkən əvvəllər gəlib burada səni düşünürdüm. Doğrudan? Yəni sən doğru deyirsən? Mən bura gəlirdim, oturub sadəcə xəyallar qururdum. Bizim gələcəyimizə aid xəyallar. Gör sənə nə almışam. Bu bizi sərbəst eləyəcək. Bu əla və çox bahalıdır. Gəl qeyd edeyim, xahiş edirəm. Neynirsən? Sərbəst ol. Neynirsən? Sənə bir söz demək Əl çək istəyirəm. məndən. Xahiş edirəm. Xahiş edirəm, əl Burada çək. nə baş verir? Vay əmi, sən burada neynirsən? Ha, sən burada nə inirsən? Mən heç nə eləmirəm, əmi, heç nə eləmirəm, heç nə. Başa sal görüm nə inirsən? Mən səni gördüm. Sən onu öpmək istəyirdin. Öpmək? Əmi, saçından yarpaq götürürdüm. Əlindəki nədir? Şüşədir. Göstər görüm. Bu nədir? Alkoqol? Mənim evimdə spirtli içki içirsən? Alkoqol nədir əmi? Bu alkoqoldur. Elə bildim Pepsi'dir əmi. Bu şüşə mənim deyil, onundur. O mənə dedi ki, bu Pepsi'dir. Nə danışırsan? Mənimdir. Deyirsən şüşə mənimdir. Yalancı, sənin heç ləyaqətin yoxdur. Elə bilirdim məni sevirsən. Sən neynədin? Sən mənim ən bahalı vazamı sındırdın. Onun pulunu verəcəksən, ödəyəcəksən. Atanla danışacağım, ona hər şeyi deyəcəm. Bugündən sonra səni burada görməyim. Rədd ol buradan. Bir daha ayağın bu evə dəyməsin. Cəhənnəm ol. Get dedim sənə. Rədd ol buradan. Çıx deyirəm. Əgər bu doğrudursa, indi mənim yaşadığım yerin cənnətdən nə qədər fərqli olduğunu bildirir. Adəm itaatsizlik etdi. Allahın sözündən çıxdı. Nəticədə ölüm oldu. Adəm dərhal fiziki ölməsə də, həyatı sonuna doğru getməyə başladı. Adəm ruhda Allahdan ayrıldı. Ölüm Allahın yaradılışına daxil olaraq yayıldı. Allahla mənim aramda uçurumun və məsafənin nə qədər böyük olduğunu heç vaxt dərk etməmişəm. Bu uçurum keçmək üçün çox enlidir. Beləliklə, özümüz keçə bilmiriksə, necə olacaq? Görünür, dünyanı Allahın düşməni olan şeytan idarə edir. Bu vəziyyətdə o qalibdir. Adəmlə Həvva iblisin yalanlarına inanmaqla və onun sözlərinə əməl eləməklə Allahın sevgi əhdini pozaraq onunla əlaqə körpüsünü dağıtdılar. Hətta şeytanla əl-ələ verib ona inandılar da və Allaha zidd olan bir yol tutdular. Təəssüf ki, onlar iblisin əlində bir alətə çevrildilər. Lakin bütün bunlara baxmayaraq Allahın əbədi sevgisi və mərhəməti dəyişməz olaraq qaldı. Amma bunun yaxşı bir tərəfi də var, gözəl bir xəbər var. Gözəl xəbər budur ki, xəyanətimizə və Allahın buyurduğuna itaətsizlik elədiyimizə baxmayaraq, o bizi tərk eləməyib. Əvəzində bizə qurtuluş planı təklif edib. Müqəddəs yazıların əvvəlində Allah Peyğəmbərlik sözü vasitəsilə bunu bizə çatdırıb və bu qurtuluş planının necə həyata keçəcəyini göstərib. Yaradılış kitabında oxuyuruq ki, elədiyin bu hərəkətə görə bütün heyvanların ən lənətlisi sən olacaqsan. Qarnının üzərində sürünəcək, yaşadığın müddətcə torpaq yeyəcəksən. Mən sənlə qadın arasına, sənin balanla onun övladı arasına düşmənçilik salıram. Bu övlad sənin başından vuracaq. Sənsə onu dabanından sancacaqsan. Allah buna müdaxilə elədi. O, bu əhdi pozdu. Yəni, Adəm və Həvva eyni zamanda iblis arasında olan əhdi pozdu.
Allah şeytanın bəşəriyyətə qarşı gizli sui-qəsdini davam etdirməsinə imkan vermədi. Rəbbimiz buyurdu ki, onların arasında daim bir mübarizə gedəcək. Həmçinin Allah bir vəd də verdi. Bir gün qadından bir oğul doğulacaq. Həmin bu oğul şeytana qalib gələcək və onun başını əzəcək. Amma eyni zamanda bu xilaskar əzab çəkəcək və şeytan tərəfindən yaralanacaq. Həmin bu vəd sayəsində Adəm və Həvva, bütün bəşəriyyət və bütün yaradılış ümid elədilər. Bu ümid bugünə qədər də davam eləyir. Bu vəd Allahla əhdi. Əgər Allah öz üzərinə bir öhdəlik götürübsə, o bunu mütləq eləyəcək. Bəli, Allah Adəmlə Həvvanı öz hüzurundan uzaqlaşdırdı, cənnət bağından çıxartdı. Çünki onun hüzurunda pislik, günah və ölüm ola bilməzdi. Amma biz ona inansaq və Allahın vədinə güvənsək, bu xilaskar vasitəsilə xilası qəbul eləsək, bir gün Allahın hüzuruna qayıda bilər və yenə onunla dost ola bilərik. Əslində günah dünyaya Adəmin vasitəsilə gəlib. Biz indi görürük ki, dünya qan içində boğulur, elə bil lənətlənib. Amma bundan xilas yolu var. Bu xilas yolunu öyrənməyimiz üçün Allah bizə işarələr verir. Rəbb Allah Adəmlə arvadı üçün dəridən paltar düzəltdi və onlara geyindirdi. Adəm və Həvva əncir yarpaqları ilə özlərini qapatmağa çalışanda bu Allaha xoş getməmişdi. Onlar bununla işlətdikləri günahı yuya bilməzdilər. Çünki itayətsizlik ilk növbədə Allaha qarşı olmuşdu. Onlar xəcalətdən və günahdan xilas olmaq üçün bunun əvəzini çox pis ödəməli idilər. Onlar özlərini gizlətmək üçün nəyəsə bürünməli idilər və Allah onlara bir heyvanı qurban gətirərək onun dərisindən paltar düzəltdi. Biz bilirik ki, dünyada ilk fiziki ölüm də məhz Adəmin itayətsizliyi nəticəsində baş verib. Allah bəşəriyyətin xəcalətini bir canı qurban verməklə ört-basdır elədi. Qurban kəsmək Allahın gələcəkdə neyniyəcəyinin işarəsidir, onun rəmzidir. Və qurban Allah bəndələrinin iman və ibadətinin bir növ göstəricisidir, bunun simvoludur. Əsas həqiqət. İbrani dilində Allah sözü Elohim kimi səslənir. Elohim sözü cəm halda olan isimdir. Yaratdı kimi tək halda feil ilə ifadə ediləndə, həmişə bir olan həqiqi, var olan və əbədi Allaha istinad edir. Başlanğıcda Allah göyləri və yeri yaratdı. Yer quruluşsuz və boş idi. Dərin sular üzərində qaranlıq var idi. Allahın ruhu suların üzərində dolaşırdı. Allah dedi, qoy işıq olsun, işıq oldu. İkinci ayədə oxuyuruq. Allahın ruhu suların üzərində dolaşırdı. Üçüncü ayədə görürük ki, Allah hər şeyi öz sözü ilə yaratdı. Bu sözlə təsvir edilməzdi. Rəbbimiz hər şeyi mükəmməl bir gözəllikdə və ahəngdə öz sözü ilə yaratdı. Bütün yaradılış Allahın xeyirxahlığını nümayiş etdirdi. İnsanlar xüsusi bir şəkildə yaradılmışdı. Allah Adəmi öz əlləri ilə yaratdı və ona öz nəfəsi ilə həyat verdi. Allah gördü ki, Adəmin tək qalması yaxşı deyil və buna görə də Adəmin qabırğasından götürüb ona arvad yaratdı.
İnsanlar xüsusi yolla yaradılmışdılar. Allah Adəm və Həvvaya digər məxluqlardan fərqli olaraq özü ilə yaxın ünsiyyətdə olmaq şərəfini vermişdi. Adəm və Həvva da Allahla birlikdə yaşadılar, ünsiyyətdə oldular və vaxt keçirdilər. Bu, Allahın insanlarla yaxın əlaqədə olmaq istəyini göstərir. Adəm və Həvva Allahın yanında qonaq kimi deyildilər. Allah onlara məsuliyyət verdi və şərəfli iş tapşırdı ki, cənnət bağına qulluq etsinlər. Yəni Allah insanlara etibar etdi. Sonra bu dəhşətli gün gəldi. Adəm və Həvva Allaha xəyanət edərək etibarı doğrultmadılar. Onlar şeytanın sözlərinə inandılar və Rəbbimizin sözünü rədd etdilər. Nəticədə onlar xəcalətə və qorxuya düşdülər. Tövbə edib Allahdan bağışlanma diləmək əvəzinə etdikləri cinayəti gizlətməyə çalışdılar və beləliklə ölüm yaradılışa daxil oldu. Biz də bugün Adəm kimi hərəkət edirik. Mən başa düşürəm ki, qəlbimiz təmiz olmadığı kimi niyyətimiz də bizə şərəf gətirmir. Bu səbəbdən biz getdikcə Yaradandan daha da çox uzaqlaşırıq və içimizdə nəyinsə səhv olduğunu anlayırıq. Biz inildiyirik, amma Allah bizi belə yaşamaq üçün yarada bilməzdi. Allah özü bizi belə görəndə ürəyi ağrıyır, kədərlənir. Çünki onun məhəbbəti dəyişməyib. O, yaxın münasibəti bərpa etməyi çox istəyir. Beləliklə, Allah bu problemi bizim üçün həll etməyə qərar verdi. Bir heyvanı qurban kəsdi və dərisini Adəmlə Həvvanın xəcalətini örtmək üçün istifadə etdi. İlk dəfə qanı və ölümü görmək Adəm və Həvva üçün dəhşətli idi. Onlar bu xəcalətin örtülməsinin qiymətini başa düşdülər. Allah Adəm və Həvva ilə əhd bağladı və dedi ki, bir gün Allah Həvvanın nəslindən bir xilaskar göndərəcək. Bu xilaskar şeytanın işini məhv edəcək. Əcdadlarımız Adəm və Həvva cənnətdən qovuldu. Allah onları öz huzurundan uzaqlaşdırdı. Çünki Rəbb günahda olan insanlarla ünsiyyətdə ola bilməz. Xüsusilə də əbədi həyatda. Onlar Allahın tapşırığına əməl etmədilər. Yeganə ümidi Allahın sözünə, onun dediklərinə inanmaq idi. İnanmaq və xilaskarı gözləmək idi. Gələcək nəsil nə etdi? Allahın dediklərindən dərs aldılarmı? Vəziyyət yaxşılaşdımı? Tövrat oxuyanda görürük ki, təəssüflər olsun, ancaq günah nəsildən nəslə keçib virus kimi yayıldı. Adəmin oğlu Qabil qardaşına paxıllıq edib onu öldürdü. Çünki qardaşı Habil Allaha xoş olan bir heyvanı qurban gətirdi. Qabil isə əncir yarpaqlarından dərs almayıb, Allahın sözünə məhəl qoymadı. Torpağın barını Allaha təqdim etdi. O vaxtdan vəziyyət getdikcə daha da pisləşdi. Allah nə etdi? O öz hökmü ilə gəlib hamını mühakimə etdimi? Onun ədaləti mərhəmətindən üstün oldumu? Növbəti dəfə görüşəndə Nuhun hekayəsində nə baş verdiyini görəcəyik. Hələlik.